bugünkü burada Baratsın şirkətinin Reanda və CSGO şirkətlərinin əməkdaşlığı, həmçinin Baratsın təlim mərkəzinin məzunlarının sertifikatlaşdırma mərasiminə toplaşmışıq. Biz employability through education dediğimiz, yani təhsil vasitəsilə məşğulluq imkanlarının artırılması divizi altında durmadan Azərbaycanda tanınan öndə gedən şirkətlərlə əməkdaşlıq sazişi imzalayırıq və bu əməkdaşlıq imkanları çərçivəsində sizlər üçün, məzunlar üçün iş imkanlarını təqdim edirik. Təbrik edirəm sizi. Çox yəni həyəcanlı bir əslində anlardılar. Çox gözəl görsənirsiniz bu qiyafətdə. Xahiş edəcəm hər birinizdən o mantiyanın papağı ilə bərabər səhnəyə çıxasınız. Həqiqətən də çox gözəl yaraşır sizə. And I think, it's a market pull of a lot of companies to hire people like yourselves, to invest in your talent, because I think you're a window and a doorway to this great economy. Bugünkü gündə biz artıq Baratsın şirkətinin növbəti müdavimlərinin uğurla kursları başa çatdırdığına şahidiyik və onlar əminik ki, öz karyeralarını elə sizin təklif etdiyiniz, əməkdaşlıq etdiyiniz şirkətlərdə və digər şirkətlərdə öz əldə etdikləri bilik və bacarıqlar sayəsində uğurla davam etdirəcəklər. Baratsınla bağlı 2 yeni şirkətlə əməkdaşlıq ediləcək və ona imza atılacaq. Onlardan biri də Reanda Azərbaycan şirkətidir ki, əməkdaşlıq çərçivəsində hər iki müəssisə gənclərə yeni imkanlar ilməsi yaratmaq üçün bir araya gəlirlər və bu əməkdaşlığın da əsas məqsədi Baratsında maliyyə ixtisaslaşması təlimləri üzrə yüksək nəticə əldə etmiş tələbələrin məhz Reanda şirkətinə yönləndirilməsidir. Memorandumu imzalayırıq və gələcəyə yönəlik bizim çox gözəl işbirliyimiz olmasını diləklə. Bizlər də çox xoşbəxtik ki, bugün Baratsın kimi Azərbaycanda qabaqcıl education və yaxud da ki, training centerlərlə əməkdaşlıq edirik. Əməkdaşlıq edəcəyimiz növbəti şirkət isə CSGO şirkətidir və CSGO şirkətinin əməkdaşlığının əsas məqsədi də təlimlərdə yüksək nəticələr göstərmiş Baratsın tələbələrinin 2 qat sertifikatlarla təltif edilməsi və tələbələrin işlə təmin olunması imkanlarının artırılmasıdır. Şirkətimiz 10-cu ildən artıqdır ki, peşəkar olaraq 1C və digər və sadalanan konfigurasiyalar və proqram təminatları üzrə fəaliyyət göstərir, avtomatlaşma işləri aparır. Bizim özümüz belə, yəni HR Professional 10 illik tədris edirəm. Yəni Azərbaycanda ən böyük şirkətləri düşünə bilərsiniz. Yəni hətta BPA işə qəbul olunan şəxslər belə var. Yəni Gilanda, Azərsunda bir çox şirkətlərdə işləyən şəxslər var və bu özü böyük bir bizim üçün uğurdur. Mənim bəxtim onda gətirib ki, təlim keçdiyim qrupda əksəriyyət pozitiv insanlardır. Yəni qrupa daxil olanda oradan enerji almasan, oradan nəsə dərs keçmək biraz çətin olur. Və hörməti də hiss edəndə bu 2 qat sevindirici.